Ayna üzərinə rəsm çəkirəm. 7-ci gün. Nəhayət bu restoranın aynalarını bitiririk. Keçən dəfə paylaşdığım rəsmin ardıdır bu. Bundan öncəki gün gecəyə qədər çalışıb rəsmin bu qədərini tamamlaya bilmişdik. İndi isə ardını çəkərək tamamilə işimizi yekunlaşdıracağıq. Həm aynaların həcmi böyük olduğu üçün, həm də hər aynaya fərqli bir rəsm çəkməyə lazım olduğu üçün çox vaxtımızı aparırdı. Amma yenə də əsas məsələ nəticənin gözəl olmasıdır. Bu restoranda ümumi rəsmi bitirmək üçün 3 gün vaxtımızı apardı. 3-cü gün isə səhər ondan axşam 10-a qədər işləyərək bitirdik işimizi. İndi isə hazırsınızsa sizə rəsmlərin son halını göstərirəm. Mən çox bəyəndim. Sizin də fikirlərinizi gözləyirəm əlbəttə ki. Bunu da qeyd edim ki, kənardan baxanda ayna üzərində rəsm çəkmək asan görünə bilər. Sizə sadəcə bunu deyim ki, rəsmi bitirdiyim gün soyuqdan tir-tir əsirdim. Hər bir işin zəhməti və əziyyəti olduğu kimi, eyni ilə də bu işdə də zəhmət var. Həm böyük aynalarda rəsm çəkmək, həm də qışın ortasında soyuqda işləmək əlbəttə ki, heç də asan deyil. Toplamda 21 ədəd aynaya rəsm çəkmiş olduq. Əsas məsələ odur ki, nəticə gözəl oldu. Fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Növbəti vloqda görüşənədək.